Mr. Chechire, with the latest arrest of the Nida fəallarına oxunan hökmlər və jurnalist həbsləri göstərir ki, Azərbaycanda sivil cəmiyyətə baskılar şiddətlənib. Sizin fikrinizcə baskıların motivləri nədir? Hökumət nəyə nail olmağa can atır? What are the authorities really trying to achieve? What we see in Azerbaijan periodically are cycles of crackdowns and Biz Azərbaycanda periodik olaraq repressiya dalğalarının, dissidentləri susturmaq cəhdlərinin şahidi oluruq. Biz hazırda belə bir dalğanın içərisindəyik. Təsadüfi deyil ki, baş verənlər regionda ələlxüsus Ukraynada cərəyan edən gərginliklərlə eyni vaxtda müşahidə olunur. Qərbdə belə bir gözlənti var idi ki, Rusiyanın təcavüzündən sonra Azərbaycan hökuməti öz davranışında mülayimləşəcək. Amma Azərbaycanda bunun əksi baş verir. Azərbaycan rəsmiləri güman edirlər ki, onlar belə davrana bilərlər. Çünki indi onların daha çox manevr imkanları var. Və hesab edirlər ki, onlar qərbə daha çox lazımdır. Nəinki əksinə. Mr. Cheshire, Freedom House just released its annual report. Freedom House bu yaxınlarda dünya boyu mətbuat azadlıqlarının durumuna dair illik hesabatını açıqlayıb. Bu hesabatda Azərbaycan sondan 12-ci yerdə qərar tutub. Sizcə bu dəyərləndirmə ədalətlidirmi? Freedom House-un Azərbaycana verdiyi qiymət reallıqları əks etdirirmi? I would think that the ranking reflects certain realities of Azerbaijan. Belə hesab edirəm ki, tutduğu yer Azərbaycanda müəyyən reallıqları əks etdirir. Bütün çətinlikləri və baş verənləri nəzərə alsaq belə, Azərbaycan Şimali Koreya yaxud Türkmənistan kimi totalitar ölkə deyil. Amma Azərbaycan hibrid rejim də deyil. O tam şəkildə avtokratik bir ölkədir və avtoritarizm yolunda irəliləyir. Yəni burada hər şey dövlətin tam nəzarətində deyil. Amma mövcud repressiyaları və baskıları nəzərə alsaq deyərdim ki, ölkə hesabatın aşağı pillələrində yer alan ölkələrlə bir çox cəhdləri paylaşır. Azerbaijan certainly indicate that in terms of politics, political liberty, it's certainly in close company. What kind of a leverage does the West have? Qərbin əlində Azərbaycanı daha çox demokratikləşməyə yönəltmək üçün hansı vasitələr var? Sivil cəmiyyətin və azad mətbuatın qorunması istiqamətində nə kimi ölçülər götürülə bilər? Western governments, in particular the government of the United States, with regard to Baku. The U.S. has a number of tools available. I think one of them was used recently. Ambassador Warlick in his ABŞ-ın əlində bir çox vasitələr mövcuddur. Onlardan birini biz bu yaxınlarda gördük. Səfir James Warlick ATƏT-in Minsk qrupunun həmsədri qismində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxış edib. ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməklə mühüm rol oynayır. Əgər rəsmi Bakı bu dəstəyi saxlamaqda maraqlıdırsa, onda ikinci cığır, xalq diplomatiyası və insan haqları, demokratizasiya istiqamətində addımlar atmalıdır. Məsələ burasındadır ki, Azərbaycan indi o istiqamətdə addımlar atmır. Əgər Azərbaycan Qarabağ və enerji təchizatına çevrilmək amacında Qərbin dəstəyini arxalanırsa, onda bu məsələdə konstruktiv mövqe sərgiləməlidir. Odur ki, bəli, Qərbin əlində güman etdiyindən daha çox təzyiq vasitəsi var və bunun başa düşüldüyünə dair artıq müəyyən işartılar gözə dəyməkdədir. Than the West thinks it probably has, but it does appear that there are rumblings that things are starting to waken up at the moment. The Azerbaijani government spends a lot of money on PR firms and lobbying organizations to lobby its interests. Azərbaycan kimi varlı ölkələrin hakimiyyətləri öz maraqlarını təşviq etmək üçün qərb paytaxtlarında PR firmaları, beyin mərkəzləri və regional ekspertlərə kifayət qədər maliyyə vəsait sərf edirlər. Bu növ təsir mexanizminin qarşısı necə alına bilər? Intellectual community or whatever the opinion makers here in the United States, what are your thoughts on that? How can that be countered? It's kind of a dual problem right now. On one side of the problem is obviously the sources of the money. Places like Bu hazırda ikili problemdir. Biri pul mənbəyi məsələsidir. Bir çox hibrid rejimlər ABŞ-a çoxlu pulla gəlir və bununla özlərinə həm informasiya, həm də siyasi baxımdan auditoriya qazanırlar. Pul axınının qarşısını almaq çox çətindir. Çünki bu məsələ söz azadlıqları qanunları çərçivəsində tənzimlənir. Ola bilsin Azərbaycan müxalifəti diqqəti daxildəki mübarizədən bu istiqamətə yönəldə bilsə, Qərbin diqqətini spesifik insan haqları pozuntusuna çəksə, bu effektiv olar. Amma Vaşinqtonda belə bir düşüncə var ki, öz maraqlarını təşviq edən ölkə təkcə
geosiyasi yox, həm də demokratik müttəfiq olmalıdır. Ölkənin beynəlxalq miqyasda geosiyasi maraqlarını dəstəkləmək üçün Vaşinqton onun daxili siyasi sisteminə göz yummaq məcburiyyəti qarşısında qalmamalıdır. But it can be an important country while still also being increasingly undemocratic.